Fevralın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti, atmosfer təzyiqi isə 749 mm civə sütunu təşkil edəcək. Sabah Naxçıvanda gün ərzində bəzi yerlərdə arabir qar yağacaq, temperatur 1-3 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağıntı ehtimalı yoxdur, lakin gündüz dağ ətəyi və dağlıq rayonlarda arabir qar yağacaq, bəzi yerlərdə intensiv olacaq. Duman gözlənilir, qərb küləyi arabir güclənəcək, temperatur gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.